Gündəlik az saatlı iş var yoldaşlar. Az saatlı işlərdən bəhs etmək istəyirəm. Part-time işlərdən, yarımştat işlərdən bəhs etmək istəyirəm. Onlardan biri ofis meneceri işidir. Part-time'dir, İnka Akademiyadadır. 200 manatlıq bir işdir. Axşam saat 5-dən 9-a kimidir. Axşam 5-dən axşam 9-a kimi olan bir işdir. Bu işə müraciət edə bilərsiniz. Bundan əlavə menecer reception işi var. IT tədris üzrədir bu. Bu da elə həmin IT şirkətin özü deməli haradır bu yoldaşlar? IT üzrə tədris və təcrübə mərkəzidir. Burada sizə yoldaşlar 2 işçi tələb olunur ümumiyyətlə, xəbəriniz olsun. 2 növbəsi var yoldaşlar. Daha doğrusu, yəni 2 seçim imkanınız var. Ya istəyərsinizsə əgər səhər saat 10-dan günorta 3-ə kimi, yaxud da günorta 4-dən axşam 9-a kimi olan rejimlərdən birini seçib o üzrə davam edə bilərsiniz. Bu dediyim saat var. Bu saatlar həftə içi, həftədə 6 gündür. Bazar günü də istirahət gününüzdür. Amma kimlər üçündür? Biraz onda problem çəkə bilərsiniz. Çünki ali təhsilli olmalısınız, özü də IT sahəsi üzrə ali təhsilli olmalısınız və reception üzrə və yaxud da ofis işlərində minimum 1 illik iş təcrübəniz olmalıdır. Az öncə bayaq bildirdiyim birinci olan o vakansiya daha çox insana müraciət edə biləcəkdir. Bu nisbətən hədləri daha çoxdur yoldaşlar. Düzdür, burada daha çox qazana bilərsiniz. O birisində sırf 200 manat verirlər sizə, hər hansısa bir başqa bir vədləri yoxdur. Amma bu birisində isə əmək haqqısı 200 manatdır. Amma iş əziyyətinə görə artan faizləri də var. Nizam metrosu yaxınlığındadır. 20-35 yaşlı xanımlar üçündür bu ikinci olan. Bu işlərdə müraciət edə çətinlik çəkirsə, bu arada fürsətdən istifadə edeyim, qeyd edeyim ki, onlayn işlər də var. Onlar da kanalda paylaşılır. Bu işlərə də müraciət edə dəstəkçisə və yaxud da digər işlərlə də tanış olmaq istəsə, ümumiyyətlə iş tapa bilməzliyi çətinlik çəkirsinizsə, onunla bağlı əlaqə vasitəsinə mesaj yaza bilərsiniz. Əlaqə vasitəsi profildə qeyd olunubdur. Siz bu videonu harda görürsünüzsə kanala daxil olun, Toğrul Özəvalda kanala. Kanala daxil olduqdan sonra diqqət eləsəniz, profildə əlaqə vasitəsi qeyd olunubdur. Həmin əlaqə vasitəsini götürüb mesaj yaza bilərsiniz.